Hər birini salamlayıram, dəyərli müəllimlər, abituriyentlər. Bugünkü mövzumuz bizim Elçinin Talvar əsəri olacaq. Onun təhlilinə baxacağıq. Mənim çox sevdiyim əsərlərdən biridir. Çünki əsərdə demək olar ki, yaşlı bir insanın daxili aləmi çox dərin bir psixologiya ilə təqdim olunub. Mən də psixologiyanı sevdiyim üçün bu əsərə çox böyük marağım var. Gəlin təhlilə başlayaq. Deməli, əsərimizin baş qəhrəmanı Əlabbas kişidir. Əlabbas kişi yaşlı bir insandır. Və hadisələr də bir məhəllədə baş verir. Bir məhəllə civarında, Bakı şəhərdə bir məhəllədir. Hadisələr deməli tut ağacının parçalanması ilə başlayır. Əlabbas kişinin bir tut ağacı var və Əlabbas kişi bu tut ağacını özü əkməyib. Atası ilə uşaq olanda gəlibmiş Bakıya və o tut ağacı orada var imiş. 2 otaqlı bir ev tuturlar. Daha sonra Əlabbas kişi yaşlandıqca 2 otaq daha artırır, olur 4 otaqlı ev. Sonra ailə üzvləri çoxaldıqca olur 2 mərtəbəli bir bina. Və burada testlərə bəzən düşür ki, məsələn deyir, tut ağacını Əlabbas kişi özü əkmiş, ona görə onun parçalanmağını gözləyirdi və s. onlar yanlışdır. Deməli, gəlirlər ev tuturlar. Ev ailə üzvlərinin sayına görə böyüyür, amma tut ağacı orada hazır var idi. Deməli, bu tut ağacı yaşı ötüb və gəlib 100 yaşı tamamlanıb və Əlabbas kişi ailə üzvlərinə demişdi ki, bu ağac 100 yaşı olanda bu ağac parçalanacaq. İndi hekayədə də biz görürük ki, hadisələr elə tut ağacının parçalanması ilə başlayır. Və tut ağacı parçalanan kimi Gülağa Əlabbas kişinin nəticəsidir. O bir şok yaşayır, çünki böyük bir səs yayılır ətrafa. Və birinci 2 mərtəbəli evin 2-ci mərtəbəsindən boylanıb ağaca baxan ana xanım olur. Və Gülağaya deyir ki, get babanı çağır. Gülağa Əlabbas kişini çağırmağa gedərkən bir də gör ki, Əlabbas kişi sən deməklə bu anı gözləyirmiş kimi hadisədən xəbəri var imiş və tez gəlir bura və bütün məhəllə də yavaş-yavaş eşidir ki, tut ağacı parçalanıb, hamısı da gəlirlər o tutdan yeməyə. Və Əlabbas kişi özü də tutdan dadanda görür ki, sən demə ömründə yedi bəlkə də ən dadlı tut, sən demə bu tut imiş. İndi əsas məzmun budur. Biz bildik ki, tut ağacının parçalanması məsələsi var və Əlabbas kişi dediyi söz nəticə olaraq doğru çıxır. İndi isə gəlin Əlabbas kişinin ailə üzvlərinə biz baxaq. Çünki bizdə testlərə də ailə üzvləri haqqında məlumatlar düşür. Deməli, baş obrazımız Əlabbas kişidir. Onun həyat yoldaşı Tulbu xanımdır və onların 2 oğlu, 4 də qızı var. Oğlanlardan böyük oğlu Ağa Muxtardır, həyat yoldaşı Ana xanımdır. Kiçik oğlu Fətullahdır, həyat yoldaşı Məsmədir və onların nəvələri də Gülağadır. Və digər nəvəsi var, Əlabbas kişinin nəvəsi var. O da Ağa Səlimdir, həyat yoldaşı da Zibeydədir. Buradan belə bir nəticə çıxır ki, Gülağa Əlabbas kişinin nəticəsidir. Qızlar haqqında isə hekayəmizin dərsdə olan hissəsində məlumat yoxdur. Deməli, Əlabbas kişinin 2 oğlu da müharibəyə gedib və 2 oğlu da müharibədən sağ qayıdıb. Bax, bu da bizim testdə düşən digər önəmli məqamlarımızdan biridir. İndi isə gəlin əsəri davam edək. Biz bildik ki, əsər tut ağacının parçalanması ilə başladı. İlk boylanıb baxan ana xanım oldu. Əlabbas kişi bura gələndə çox sevinir. Çünki gözləyirdi zaten 100 yaşında tut ağacının parçalanmasıdır. Və ona görə də 2 dənə məsələ gətirir. Bir deyir ki, tut parçalananda onun yerə düşən tutlar yığmamaq günahdır. İkinci gətirdiyi məsələ burasındadır ki, deyir ki, tut parçalananda gərək plov bişirək, aş bişirək. Bu da adət imiş. Amma əsasən belə bir şey demişsə, həqiqətdə qalanda tutun yığmamağın günah olması deyilən bir şey yox idi və plov bişirmək də adət deyildi. Sadəcə olaraq Əlabbas kişi bunları özündən demişdi. Yəni test sizdən soruşsa ki, məsələn, Əlabbas kişi olanları deyirdi. Xeyr, Əlabbas kişinin sadəcə olaraq öz zehninin məlumatları idi bunlar. İnsanlar gəlirlər, məhəllədəki insanlar gəlirlər tutlardan yığmağa. Molla Fərzəli də gəlir, bir qazan tutu da o aparır. Qonşulara da tutdan pay göndərirlər. Bunları da yadda saxlayaq. Və həmin əsnada bir də Əlabbas kişinin böyük oğlu Ağa Muxtar görür ki, Əlabbas kişinin köynəyinə, düz sinəsinin üstünə ağacdan bir dənə tut düşüb və qırmızı bir ləkə salıb, qorxur. Elə bilir ki, güllə ləkəsidir. Qorxmağa başlayır, qan olduğunu zənn edir. Və həmin əsnada Əlabbas kişinin də yadına Ağa Muxtarın gəncliyi düşür. Uşaqlığı düşür və fikirləşir ki, indi Ağa Muxtarın saçı saqqalı ağarıb, vaxtilə o da balaca bir uşaq idi. Daha sonra Əlabbas kişi öz uşaqlığını xatırlayır. Uşaq olanda atası ilə bura gəlməsini və s. Və atası haqqında da sizə bir məlumat verim ki, atası deməli gəlir Bakıya və başlayır neft mədənlərində
fəhlə işləməyə. Daha sonra isə usta olur. Amma Əlabbas kişi atasının yolunu getmir, gəlir dülgər olur. Yəni taxtalardan alətlər düzəldir və s. Bir də bizim bir əsərimizdə də var. Bir obrazımız atasının məsləyini getmir. Atası pinəkçi olur, amma atasının məsləyini getmir. Onu da sizə buraxıram, rəylərə özünüz yazarsınız cavabını. Deməli, Əlabbas kişi atasının yolunu getmir, dülgər olur. Çox böyük bir sənətkardır. Zaten hadisələrin daha sonraki inkişafı daha maraqlıdır. Yəni, bütün məsələ bütün parçalanmağı deyil. Deməli, davam edirik. Əlabbas kişi oğlunun qocaldığını görəndə 2 dənə məsəl gətirir. O 2 dənə məsəl də bizim üçün önəmli məsələlərdəndir və testdə də düşür. Birinci məsələ budur. Biz gəldi gedərik, sən yaşa dünya. Digəri də budur ki, İskəndərə qalmayan dünya kimə qalacaq? Bunlar təbii ki, oğlu Ağa Muxtarın qocaldığını görəndə dünyanın vəfasızlığı haqqında dilinə gətirir və bu aforizmləri söylür. Deməli, bu tut ağacının parçalanmasından təqribən 2 gün qabaq, 2 gün əvvəl Əlabbas kişi həyətə düşmüş, onların qapısının ağzında bir skamya var imiş. Əlabbas kişi onu düzəltmək istəyirmiş. Əvvəllər də dülgər olduğu üçün, usta Əlabbas olduğu üçün fikirləşirmiş ki, indi bunu daha yaxşı düzəldə bilər. Deməli, Əlabbas kişi küçəsindəki skamyanı düzəltmək istəyəndə, oradan gəlib bir neçə nəfər ona reaksiya verirlər. Çünki insanların istər-istəməz diqqətini cəlb edir ki, bu qədər yaşlı bir insan gör hansı işlə məşğul olur. Onlar kimlər idi? Deməli, burada qeyd eləmişəm. Küçə qapıları bir-birinə baxan Alxas bəy. O gəlib təbii ki, tənqidi fikrini bildirir ki, bu yaşda yəni, bu nə işlə məşğul olur. Digər kimdir? Deməli, qəzetdə, jurnalda ilk imzası olan, atası isə benzin kankasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu. Əliqulu təbii ki, şair ruhlu bir adamdır. Çünki məhəllədə, ümumiyyətlə, qəzetdə, jurnalda ilk imzası olan adam budur. O da gəlib poetik bir cümlə deyir ki, yəni, bu qədər yaşlı bir insanın bu işi görməsi təbii ki, poetik təfəkkürün reallığın nəticəsidir. Yəni, həyatda belə poeziyadan da daha yüksək, daha real şeylər mövcuddur. Yəni, yadda saxlayaq. Qəzetdə, jurnalda ilk imzası olan adam kim idi? Əliqulu idi. Atasının adı nədir? Meyranquludur. Deməli, bunlar da gəlib reaksiya filan bildirirlər Əlabbas kişiyə. Sadəcə Əlabbas kişi uğursuz olur orada və utanır. Qeyrət onu boğur, gəlir evə. 2 gün sonra tut ağacı parçalanır və sabahsı günü Əlabbas kişi alətlərini götürür. Alətlərini götürəndən sonra çıxır. Onların məhəlləsinin aşağısında park tikmişdilər. Alətlərini aparır ki, həmin parkda satsın. Deməli, 3 gün orada satı müştəri gözləyir. İndi siz sual verə bilərsiniz ki, müəllim, bu qədər ailə üzvü var, oğlanlar da işləyir, nəvələr də çox güman ki işləyir. Niyə məhz öz alətlərini sataraq pul qazanmaq istəyir? Məsələ burasındadır ki, uşaqlar, Əlabbas kişi alətlərini pul qazanmaq üçün satmır. Alətlərin satmaqda niyyəti burasındadır ki, o istəyir ki, alətləri özündən daha yaxşı bir ustaya, necə deyərlər, alətlərdən başa çıxan, sənətə qiymət verən bir insana qismət olsun. Yoxsa onun həqiqətən pula ehtiyacı yoxdur, çünki hekayədə özü də deyir ki, ailəsinin dolanışı yaxşı idi. Zaten buna görə də alətlərini satmağa girəndə ona reaksiya verənlər çox olur. Məsələn, oğlu Ağa Muxtardır, kiçik oğlu Fəthullahdır, gəlirlər ki, kişi nə edirsən? Əlabbas kişi də onları acılayır və öz işi ilə məşğul olmaq, onları satmaq qərarına gəlir. Artıq ailə üzvləri görürlər ki, biz müdaxilə edə bilmirik babamıza. Gedir parkda oturur, birinci günü gözləyir xeyli. Orada uşaqlar olur, parkda oynayırlar, balaca uşaqlar. Əlabbas kişi fikirləşir ki, indi onlar gələcəklər, alətlərlə maraqlanacaqlar və bundan narahat olur. Çünki uşaqlar gəlib alətlərə baxsa, təbii ki, alası deyirlər, o da qoca kişidir. Amma təbii ki, belə olmur. Uşaqlar heç marağına da olmur alətlər. Əsərdə özdə Əlabbas kişi fikirləşir ki, artıq indi o qədər oyuncaq var, uşaqlar alətə niyə maraq salsınlar? Burada əslində müəllif biraz keçmiş dövrlə müasir dövrü müqayisəli şəkildə bizə təqdim edib. Ondan sonra isə ikinci gün olur. İkinci gün də alətlərə maraq salan olmur. Üçüncü gün isə hava buludlu olur. Evdəkilər fikirləşir ki, Əlabbas kişi hər halda çıxmazdı alətləri satmağa. Sonra bulud çəkilir, Əlabbas kişi yenə gedir alətləri satmağa. Bu səfər bir dənə usta yaxınlaşır, gənc bir ustadır. Əlabbas kişi usta gələn kimi onun əllərinə baxır, görür ki, əlləri usta əlinə oxşamır. Normalda ustalar 8 mismarla işləyəndə əlləri qabar olur. O oğlan da bunu başa düşür. 25-26 yaşında bir oğlandır, başa düşür və başlayır Əlabbas kişiyə rişxənd eləməyə. Deyir ki, bircə dəqiqə, başlayır Əlabbas kişiyə rişxənd eləməyə, deyir ki, hə, nə də əllərimə baxırsan. Sonra başlayır Əlabbas kişiyə söz atmağa. Deyir ki, mən əlcə ilə işləyirəm. Sizin vaxtınızdakı kimi deyil.
Hətta deyir ki, sənin bu alətlərin satılmayacaq, heç kimə lazım deyil. İndi daha çox elektron versiyaları var həmin alətlərin. Əlabbas kişi bunun sözlərini eşidir, başa düşür ki, bunun düzdür, özü usta olsa da, lap belə qəşəng usta olsa da, ürəyi usta ürəyi deyil. Ona görə də onların işə alınmır. Əlabbas kişi evə qayıdır. 4-cü gün olur. İndi bax, 3 gün, yadda saxlayaq. 3 gün Əlabbas kişi parkda onları satmaqla məşğul olur. 4-cü gün artıq evdəkilər də, hətta Əlabbas kişinin gəlinləri də Əlabbas kişi çölə çıxanda bir-birinin üzünə heyrətlə baxırlar. Amma bu səfər Əlabbas kişi maraqlıdır ki, alətləri satmağa aparmır. Gedir birbaşa həyətdəki, bu küçədəki skamyonu düzəltməyə. Və burada biz fikirləşirik ki, indi o hər halda indi düzəltsə, yəni əlini yaralayacaq, yəni nə bilim balta əlini kəsəcək, amma elə olmur. Bu səfər skamyonu düzələndə hər şey qaydasında gedir. Sanki 30 il, 20 il əvvəlki Əlabbas kişidir. Professional şəkildə çəkic öz yerinə dəyir, musmallar düz yerinə girirlər və skamyon hazır olur. Bütün məhəllələr fikirləşir ki, Əlabbas kişi cavanlaşıb. Hətta fikirləşirdilər ki, Əlabbas kişi elə tut ağacı kimi 100 il yaşayacaq, 100-ü ötəcək. Nəysə, Əlabbas kişi həmin skamyonu düzəldir. Orada bir dənə obrazımız var. Balaca xanım da obrazın adı. Balaca xanım. Deməli, Balaca xanım bir qadın obrazıdır. Gəlir, gənc bir qızdır. Gəlir, Əlabbas kişi düzəldir, skamyada otururmuş. Həmişə tum deyirmiş, tumlarını yerə səpirmiş. Günlərin bir gün Əlabbas kişi narahat oldu, gəlir, görür tumlar yerdədir. Balaca xanım deyir ki, Əlabbas kişi narahat olma, süpürərəm bunları, amma sən bizim evin qabağında da bir skamya düzəltsən, nə yaxşı olardı ki, mən tumu elə orada deyərdim. Əlabbas kişi deyir ki, düzəldərəm, talvar da deyir, düzəldərəm. Və Balaca xanım sevinir. Əlabbas kişi alətlərini götürür, gedir onları düzəltməyə. Bu arada bir məlumat da vereyim. Əsər başlayanda, tut ağacı parçalananda iyul ayı idi, yəni yay fəsli idi. Yay fəsli. İndi isə artıq payız fəslidir və oktyabr ayıdır. Bu da önəmli məlumatlardandır. Oktyabr ayıdır və Əlabbas kişi oktyabr ayında isti bir gündə başlayır həmin Balaca xanımın o skamyasını düzəltməyə. Skamyanı düzəldir. Hətta talvar üçün, yəni talvar nədir? Skamyanın damıdır da. Onun üçün taxtalar da hazırdır ki, onu düzəltsin. Hətta insanlar fikirləşirdilər ki, bəlkə də bu skamya Əlabbas kişi şah əsəridir. Çox qəşəng bir skamya düzəldir. Talvarı düzəltməyə bir gün qalmış. İndi axşam oldu, səhər Əlabbas kişinin ailə üzvləri uyanırlar. Görürlər, Əlabbas kişi yoxdur, oyanmayıb. Narahat olurlar. Hətta gəlinləri öyrəşməyib Əlabbas kişinin bu qədər yatmasına. Onlarına deyirlər, ağa muhtara deyir arvadı, ana xanım ki, get bax hardadır. Onlar gedib baxıb görürlər ki, sən demə Əlabbas kişi həmin gecə dünyasını dəyişibmiş, kesilibmiş. Bütün məhəllə elə bil ki, böyüyünü itirir və gəlir Əlabbas kişinin həyətinə yaş tutmağa. Elə bir gün sonra, yəni Əlabbas kişinin öldüyü günün sabahı, yəni bir də görürlər ki, həmin Balaca xanımın skamyası yox idi, Əlabbas kişi taxtaları hazırlamışdı. Bir də görürlər ki, onun talvarı tikilib hazırlanıb. Bu təbii ki, şübhəli qalır. İnsanlar başlayırlar fərzə uydurmağa ki, bəziləri çoxsu deyir ki, Əlabbas kişi öləndən sonra həmin gecə Əlabbas kişinin alətləri özü gəlib bu talvarı düzəldiblər. Deməli, skamya haqqında məlumat belə. Talvar da elə sirli formada düzəldiyi üçün əsərimizin adı ona görə talvar əsəri hesab olunur. Əsər çox maraqlı əsərdir. Sizə mütləq oxumağı tövsiyə edirəm. İndi əsərdə bizim qısa məlumatlarımızı bir də gözdən keçirək. Deməli, yadda saxlayaq nələri? Birincisi, burada təbiət hadisələri ilə insan hadisələri vəhdətdə sintezlə verilib. Sonra hadisələr tut ağacının parçalanması ilə başlayır. Birinci bu olan ana xanım olur. Əlabbas kişi 2 dənə səbəbdir. Bir tutu yığmamaq günahdır, bir də plov bişirmək adətdir. Amma bunların heç bir reallığı əks etdirmirdi. Əlabbas kişinin könəyə ləkə düşəndə narahat olan kim olur? Böyük oğlu Ağa Muxtar olur. Daha sonra oğulların ikisi də, yəni Fəthullah ilə Ağa Muxtar da müharibəyə gedib sağ qayıdıblar. Əlabbas kişi 2 dənə aforizm burada səsləndirir. Biz gəldi gedərik, sən yaşa dünya, bir də İskəndərə qalmayan dünya kimə qalacaq? Molla Fəzləli haqqında məlumat var. O gəlib bir qazan tut aparır. Sonra Əlabbas kişinin atası burada yaşayan deyildi. Kənddən köçmüşdü, gəlmişdi bura və Sabunçu neft mədənində fəaliyyət işləyirdi. Daha sonra isə usta olmuşdu. Əlabbas kişi atasının yolunu getməmişdi. Deməli,
Atası Həzrət Qulu buranı alanda burada 2 otaqlı bir bina hazır var idi və tut ağacı da hazır vardı. Yəni bunlar əkməyiblər bunu, sadəcə olaraq binanı genişləndiriblər. Deməli, Alxas bəyin adı çəkilir, daha sonra Əliqulu bəyin adı çəkilir. Əliqulu bəy də qəzetdə imzası olan ilk adamdır. Sonra Əlabbas çəki satmağa girəndə ilk reaksiyanı verən Ağa Muxtaroğlu, daha sonra digər ailə üzvləri reaksiya verirlər. Cavan oğlan Əlabbas kişi 3-cü gün orada olanda ona yaxınlaşır və alətlərinə söz eləməyə başlayır. 4-cü gün Əlabbas kişi həyətindəki skamyanı düzəldir. Daha sonra isə balaca xanıma skamya düzəlir. Talvarın isə düzəlməsi sirli olaraq qalır. Əsərimizin janrı hekayə janrıdır. Və əsərimizin növü isə epik növdür. Əsər maraqlı, əsərdə mütləq özünüzün də oxumasını tövsiyə edirəm. Əlbəttə suallarınız varsa, rəy bölməsində suallarınızı qeyd edə bilərsiniz. Sualları inşallah orada cavablandıracaq. Kanala abunə olmağı və digər videoları izləyib bəyənməyi unutmayın. Sağ olun, hələlik. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq.